Bugün sizə yer kürəsində olan gözəlliyin bir nöqtəsini təqdim edəcəm. Əziz və dəyərli izləyicilərimiz, top dağıtmaz, keyfiyyətli, mükəmməl bir həyət evimiz satılır. Yerləşmə yeri prospekt yolun tam yaxınlığında. Ümid edirəm ki, çöl görünüşündən artıq bəllidir ki, bu evimiz sıradan satışda hər gün olan evlərdən deyil. Çox mükəmməl keyfiyyətə malik olan, xarici görünüşü bax belə səliqəli şəkildə kabaltik daşlarla işlənilib və qala tipli, həm görünüşcə qala tipli, həm də keyfiyyət baxımından qala tipli bir həyət evimiz satılır. Bax belə bir həyətində gözəl bir söhbətgahı da var. Gələcəkdə yay aylarında rahat burada oturub dincəlmək mümkündür. Evimizin xarici görünüşündən, yəni görürsünüz ki, xarici görünüşü kabaltik daşlarla üzlənilib. Qapısı uzaqdan idarə olunma jali sistemi ilə təchiz olunub. Masazırda əsas prospekt yola çox yaxın bir hissədə yerləşir. Evimizin birinci mərtəbəsi də monolitdir, ikinci mərtəbəsi də monolitdir. Bu hissədən sağ hissəsinə, arxa hissəsinə keçmək mümkündür. Və keçirik evimizin daxili hissəsinə. Diqqətlə baxın, həqiqətən də bu evimiz sıradan bir ev deyil. Gəlin. Deməli, keçirik evimizin içərisinə. İnanın ki, o qədər səliqəli, möhkəm bir evdir ki, yəni bu evi almağı, bax, videomuza baxan hər bir kəsə tövsiyə edirəm. Çünki yerləşmə yeri əla, keyfiyyəti mükəmməl. Və burada danışmağa artıq bir sözə ehtiyac yoxdur, mən belə başa düşürəm. Yəni, alıcılar, ev axtaranlar, bizi izləyənlər deməli ev axtaranlardır. Baxırsınız, bugünkü gün əmlak satış bazarında evlər çoxdur. Amma belə genişlik, belə fərahlıq çox nadir hallarda rast gəlinən bir evdir. Bu evimizin satılma səbəbi də ev sahibi xaricə köçür, ona görə satır. Yəni inanın ki, yerləşmə yeri o qədər qəşəngdir ki, bu məhəllədə bundan başqa satılan ev olmuyor. Yəni yeri rahat, keyfiyyəti mükəmməl. Və baxın, burada böyük bir pəncərə hissəsidir, pərdə ilə örtülüb. Bax, qəşəng, səliqəli şəkildə pərdələrdən də təchiz olunub. Döşəməsi laminatdır. Evimizin dəhliz hissəsi istifa olan təchiz olunub. Qonaq otağının hardasa kvadrat metri, böyük 40 kvadrat metr bunun qonaq otağı. Dəhliz hissəsi istifoldur. Qapıları, yəni dəbdə olan taclı qapılardandır, keyfiyyətli qapılardandır. Keçirik evimizin mətbəx hissəsinə. Baxın, özünüz gözəlliyi görürsünüz. Mən danışmıram, inşallah ki, müştərilərimizin, izləyicilərimizin gözü tərəzidir. Deməli, 19 fevral bu evimizin satışa çıxma vaxtı. 19 fevral 15:40 saat hal-hazırda 4-ə 20 dəqiqə qalıb. Bu tarixdən yayımlanır. Qiyməti də indi açıqlayıram, 220 min manatdır. Evin də, torpağın da kupçası var. 6 otaqlı, nəhəng, həm görünüşdə nəhəng, həm keyfiyyətdə nəhəng, həm də kvadrat metri böyük olan bir evdir. Baxın, burada yerləşir evimizin, bax, belə səliqəli bir yataq otağı. Əziz və dəyərli izləyicilərimiz, ərazidə bütün kommunallar fasiləsiz olaraq həyata keçirilir. Bu hissədə, bax, belə bir hamamsayımız yeridir. Birinci mərtəbədə, hətta ikinci mərtəbədə hamamsayımız yeri mövcuddur. Qalxırıq evimizin ikinci mərtəbəsinə, qiyməti bir daha da açıqlayıram. Qiymət 220 min manatdır, əziz və dəyərli izləyicilərimiz. Paket kupçalı, 6 otaqlı, tam keyfiyyətli və çox gözəl bir evimiz. Bu evi hamınızı arzulayıram. Çox gözəl, çox mükəmməl bir evdir, əziz və dəyərli izləyicilərimiz. İkinci mərtəbədə olan dəhliz hissəsidir. Keçirik ikinci mərtəbədə olan birinci yataq otağına. Bax, bu evdəki, inanın ki, təmirdə, evdə olan aurasında olan bax bu istilik, gözəllik hər evdə yoxdur. Yəni, mən bunu sizə almağı bir əmlakçı olaraq birinci növbədə tövsiyə edirəm. İkinci növbədə də ki, yəni bir mütəxəssis kimi deyirəm sizə ki, yəni bugünkü gün əmlak satış bazarında belə keyfiyyətdə, belə bir ev bugünkü gün heç bunun qiymətinin üstündə belə tapa bilməzsiniz. İnanın ki, yəni evimizi indi yayımlayıram. Siz video baxandan sonra, yəni biz də baxacaq sizi kimi. Bu ərazidə ev axtaran o qədər müştərilərimiz var ki, sadəcə olaraq yəni onlara bir-bir zəng vurub demirik. Bu yerləşmə yerində ev axtaran müştəri çoxdur. Necə qardaş? Yeri super yerdədir. Yəni yerləşmə yeri Masazırda Qurtuluş 93 istiqamətində düşəndə Əliyağabaydın heykəli var. Yəni ondan sola dönürsünüz, çox mükəmməl bir yerdə. Qiyməti 220 min manatdır. Barter falan yoxdur qardaş. Ev sahibi konkret olaraq satır. Yəni bir də sizdən artıq dərəcədə xahiş edirəm, fantastik endirim düşünənlər zəng vurmasın. Yəni
yüngül bir endirim gözlənilir. Baxın, otağımızı bir dənə tam göstər qardaş. Otağımızın hündürlüyü 3 metrə 20 sm hündürlükdədir. Genişliyi görürsünüz özünüzdə. Bu hissədə eyvanıdır, eyvan hissəsidir. Keçirik digər otaqlara. Deməli, nəzərinizə çatdırım ki, evimizdə olan təmir işlərində heç bir nöqsan, heç bir təmirə, əlavə təmirə ehtiyac yoxdur. Yəni, bunun özü də çox üstün xüsusiyyətlərdən biridir. Burada yerləşir evimizin bax belə bir səliqəli növbəti yataq otağı. Ən gözəl xüsusiyyətlərindən biri odur ki, pəncərələrinin qarşısı açıqdır. Yəni pəncərələrinin qarşısını heç bir maneə kəsmir. Sağı bağı, boğça, sol tərəfi eyni qaydada hər bir tərəfdən evimizə günəş işığı düşür. Çox uzatmıram. Qiyməti bir daha da açıqlayayım. 220 min manat Masazırda Əliağa Vahid heykəlinin yaxınlığında, prospekt yola yaxın, çox yaxın, asfalt məhəllə və premium bir evi sizə təqdim edirəm. Bu isə növbəti yataq otağıdır. Qiymət 220 min manatdır. Əziz və dəyərli izləyicilərimiz, ümid edirəm ki, hamınızın bəyənəcəyi və hamınızın axtardığı bir evdir. Bu hissədə yerləşir Hamamsanız ev növbəti 2-ci mərtəbədə olan. Əlavə suallarınız üçün 055 966 4500 nömrəmizlə əlaqə saxlayıb daha ətraflı və daha dolğun məlumat ala bilərsiniz. Sağ olun, salamat qalın.